Deməli, salam uşaqlar. Bu günləri biz natural ədədlər mövzusuna keçəcəyik. İlk növbədə natural ədədlər mövzusuna keçməmişdən öncə rəqəmlər anlayışını başa düşməliyik. Yəni rəqəmlər nədir? Bir dəqiqə. Deməli, rəqəmlər nədir? Rəqəmlər ədədləri yazmaq üçün istifadə olunan simvoldur. Rəqəmlər nə oldu? Ədədləri yazmaq üçün istifadə olunan simvoldur. Deməli, rəqəmlərimiz hansılardır? 0, 1, 2, 3, 4, 5, 6, 7, 8 və 9. Deməli, 9 yerləşməli burada yaz. 0-dan 9-a qədər olanlar deməli rəqəm sayılır. Ədədlər nədir? Rəqəmlərdən yaranır. Məsələn, mən burada 1 ilə 0-ı götürüb 10 rəqəmini, 10 ədədini daha doğrusu yarada bilərəm. Və yaxud da istədiyim birini götürüb 4 ilə 2-ni götürüb 42 ədədini yarada bilərəm. Və s. və ilaxır. Yəni bunun fərqi yoxdur. Sonra keçək natural ədədlərə. Rəqəm anlayışı məncə başa düşdük. Natural ədədlər deməli sayma zamanı istifadə olunan ədədlərə natural ədədlər deyilir. Natural ədədlər çoxluğu burada qeyd edək. Natural ədədlər çoxluğu deməli bunu yazdım. Niyə yazmıram? Natural ədədlər çoxluğu deməli 1-dən başlayır. Niyə 1-dən başlayır? Dedik ki, sayma zamanı istifadə olunan ədədlərə deyilir. Biz sayma zamanı neçədən başlayırıq? 1-dən başlayırıq da. Yəni 1, 2, 3 belə sayırıq da əşyanı və s. Yəni 1-dən başladığımız üçün sayma zamanı istifadə olunan ədədlərə dedik natural ədədlərdir. 1-dən sonsuzluğa kimi davam edir. Yəni 1, 2, 3, 4, 5 və s. və ilaxır burada nöqtələr. Yəni n dənədir. Bilmirik nə qədərdir, n dənədir. Buna çoxluğuna deyilir. Sonra natural ədədlər sonsuzdur. Bayaq da dedim. Yəni 1-dən başlayaraq sonsuz davam edir. İkinci qaydamız nədir? Natural ədədlər sonsuzdur. Sonra ən kiçik natural ədəd 1-dir. Ən kiçik natural ədədimiz 1-dir. Niyə ən kiçik natural ədədimiz 1 olmuş olur? Çünki biz saymaya başlayanda 1-dən başlayırıq və bu sonsuz olaraq davam edir. Mənfilər olmur axı, yəni mənfi yox, 0 yox. Ona görə də 1-dən müsbət sonsuzluğuna görə getdiyi üçün ən kiçiyimiz 1 olmuş olur. Ən böyük isə biz bunu deyə bilmərik. Bir şərt daxilində deyə bilərik ən böyük hansıdır. Yəni 1-dən 15-ə qədər natural ədəddirsə, bizə desə ki, ən böyüyünü tap, biz orada 15 deyərik. Ən kiçiyini tap, 1 deyərik. Yəni o şərt daxilində verilməlidir. Amma belə də bizdə natural ədədlərimizdən ən kiçiyi var, amma ən böyüyü yoxdur. Ən kiçiyi də dedik ki, nədir? 1-dir. Sonra 0 natural ədəd deyil. 0 natural ədəd ola bilməz. Niyə 0 natural ədəd deyil? Çünki sayma zamanı mən 0-dan başlamıram. Yəni 0-cı əşya yoxdur, 0-cı adam yoxdur, 0-cı heç nə yoxdur. Biz birinci deyə bilərik. Məsələn, birinci adam deyə bilərik və yaxud da birinci kitab və s. ilaxır. Yəni 1-dən başlayırıq sayma zamanı. Yəni 0-cı əşyamız falan, yəni sayma zamanı 0-dan istifadə etmədiyimiz üçün 0 natural ədədə daxil ola bilməz. Yəni daxil deyil. Başa düşdüyünüzdə, yəni 0 olmaz. X qoyuram qarşısına, yəni 0 olmaz. Sonra mərtəbələr və siniflər anlayışı. Deməli, burada yazmalı olduq. Buraya daha yaxşıdır. Deməli, A, B, C-dir. İndi təzədən açırıq. Təzədən bunu açaq. A, B, C, D. Çünki orada çox səliqəsiz alınırdı. Göyünü burada səliqəli aldım. İtirdim. Burada. Bərabərdir. Necə açırdıq? Deməli, açırıq. 1000. Bax, A yanında neçə dənə rəqəm var? 3 dənə. Deməli, 3 dənə də 0 olacaq. Vurulsun A-ya. A-da axı minliyin göstəricisi nədir? A-dır. Yəni 1000 vurulsun A.
A-nın yerinə də A-nın yerinə 1-dən 9-a kimin rəqəmlər ola bilər? Yəni 1-dən 9-a kimi rəqəm qoya bilərəm. Ondan böyük rəqəm qoya bilmirəm. Çünki məntiqsiz bir şey olar. Düzdür? Yəni burada mən maksimum 9 qoya bilərəm də yerinə. Məsələn 9000 nə qədər. Belə bir şey. Aydındır? Birinci rəqəm olduğu üçün 0 qoya bilmirik. Amma ikinci, üçüncü rəqəm olsaydı qoya bilərdik. Neysə. 1000 vurulsun A. Üstə gəlinsin 100 deməli vurulsun B. Üstə gəlinsin 10 vurulsun C. Üstə gəlinsin D. Orada da bəlkə izah eləmişdim. D burada təkliyin göstəricisi, C burada onluğun göstəricisi, B burada yüzlüyün göstəricisi, A-dakı minliyin göstəricisi. Burada da aydın şəklində açılmış versiyasında yazdıq. İndi tutalım yerinə bir rəqəm qoyaq. Mən deyirəm ki, məsələn deyirəm 1981. 1981-i bu açılış şəklində gəl yazaq. Necə yazacaq? Bu bizim 2000 qoy olsun. Qoy 2981 olsun. İndi biz bunu açılış formasında gəlin yazaq. Bunu da bu açılış formasında mən bunu necə yazacağam? Deməli dedik ki, 1 nəyin göstəricisimiz idi? Təkliyimizin. 8 nə idi? Onluğumuzun. Eynən bunun kimində. 9 nəyin göstəricisi idi? Yüzlüyümüzün. 2 isə milliyimizin göstəricisi idi. İndi bunu gəlin açılmış versiyasında yazaq. Burada A-mızın yerinə 2 durur. A-nın yerinə burada 2 durub. Diqqətlə fikir verin. Burada A, burada da. Görürsünüz? A-nın yerinə 2 durub. B-nin yerinə neçə durub? 9 durub. C-nin yerinə 8 durub. D-nin də yerinə 1 durub. İndi mən bunu hardan bildim? Baxın, burada D təkliyin göstəricisi, burada təkliyin göstəricisi nədir? 1-dir. Deməli, D-miz nəymiş? 1 imiş. Deməli, C bizdə onluğun göstəricisidir. Burada onluğun göstəricisi 8-dir. Burada B-miz yüzlüyün göstəricisidir. Burada yüzlüyün göstəricisi 9-dur. A-mız burada minliyin göstəricisi. Burada minliyin göstəricisi isə 2 idi. Hamısını qeyd etdim. İndi bu açılışını, burada necə açılmışıqsa elə də yazacaq. Sadəcə A-nın, B-nin, C-nin, D-nin yerinə bunları yazacaq. Yəni 1000 vurulsun 2 üstə gəlinsin 100 vurulsun 9. Görürsünüz? Burada B-nin 9. Üstə gəlinsin deməli 10 vurulsun 8 üstə gəlinsin 1. Və bunu toplayanda doğrudan da 2981 rəqəmini almış oluruq. Bu da belə. Məncə aydın oldu. Aydın olmayan burada inanmıram. Nəsə olsun. İndi bunu təmizləyək. Deməli, cüt və tək ədədlər var. Cüt və tək ədədlər. Mövzumuz indi keçdik. Cüt və tək. Cüt nədir? Tək nədir? Natural ədədlər cüt və təkliyinə görə 2 qrupa dedik bölünür. Cüt ədəd və tək ədəd. Cüt ədədlərimiz birincisi, gəlin cüt ədəd barəsində danışaq, sonra keçək tək ədədə. Cüt ədədlər deməli 2-yə qalıqsız bölünən ədədlərdir. Əgər 2-yə qalıqsız, baxın, qalıqsız bölünərsə buna nə deyirik? Cüt. Yox, tam tərsi. 2-yə qalıqla bölünərsə, ikincisi. Tam tərsi. 2-yə qalıqla bölünərsə, yəni 2-yə bölünəndə qalıq qalarsa, 2-yə qalıqla bölünərsə, o zaman bu olmuş olur nə? Tək ədədimiz. Aydındır. Deməli və yaxud da deyirik ki, 2-yə bölünməz. Əslində 2-yə bölünür. Sadəcə olaraq qalıqla qalır. Əgər onda 2-yə bölünəndə əgər qalıqdırsa, qalıq qalırsa, o zaman bu olur tək. Məsələn, elə uzağa keçməyib bir dənə rəqəm deyim. Məsələn, cüt ədədsə, məsələn 2-yə qalıqsız bölünən cüt ədədlərdən biri məsələn 4-dür. 4-ü 2-yə böləndə neçə eləyir?
Yəni qalığımız neçə eləyir? 0. Yəni qalıq qalmır da. Məsələn, tək ədəd götürək, məsələn 5 götürək. 5 rəqəmimiz 2-yə böləndə nə olur? Qalıq qalır. Və bu olmuş olur tək. Aydındır. Yəni belə yadda saxlayın. 5 2-yə böləndə qalıq qalır. O zaman bu təkdir. 4 2-yə böləndə qalıq qalmır. O zaman bu cütdür. Yəni bu da belə. İndi nə tək, nə cüt söhbəti də var. Deməli, qeyd kimi bunu bir yerə yazın. Yerinizə yazın, yəni ki, qeyd mənfi və 0 deməli, nə tək, nə cüt deyil. Nə təkdir? Nə tək, nə cüt deyil. Yəni, bizsiz nədir? Tək və bu bizsiz nə demək? Nə tək, nə cüt deyil? Yəni, tək və cütü biz yalnız natural ədədlərdə biz bunu ayırd edə bilirik. Əgər ədədimiz natural deyilsə, o zaman bu nədir? Mənfi və 0-dır. Mənfi və 0-dan natural ədədin qaydasını mən necə istifadə edə bilərəm? Düzdür? Əgər mənfidirsə və 0-dırsa, deməli bu natural ədəd deyil. Natural ədəd deyilsə, onun nə cütü, nə təki ola bilməz. Aydındır? Yəni, bunda belə bilməyimiz vacibdir. Niyə bunu sizə deyirəm? Sonra başqası qarışa bilər ki, bəs müəllim bu 2-yə bölünür, nə olsun mənfidir, 2-yə bölünür də, bu cüt sayıla bilər də və yaxud da tam tərsi. Xeyr, əgər natural ədəd də daxil deyilsə, o zaman nə olur? Mənfi və 0 olur. Mənfi və 0-dırsa, o zaman bu nə tək, nə cüt sayılmır. Ümumiyyətlə sayılmır bu. Çünki bu natural ədəd olmur. Yəni, bu da belə. Sonra keçirik digər qaydalarımıza. Natural ədədlər, ardıcıl cüt ədədlər, ardıcıl tək ədədlər. İlk növbədə baxaq, ardıcıl natural ədədlər. Bu əslində lazımlı bir şeydir. Çünki məsələlərdə və topluda biçimdə məsələlər işləyənimiz var. Məsələn, topluda məsələlərdə və yaxud da sınaqlarda falan bundan istifadə olunur. Yəni, bu qaydalardan istifadə olunur. Ardıcıl natural ədədlər, ardıcıl cüt ədədlər, ardıcıl tək ədədlər. Yəni, bunu bilməyimiz vacibdir. Ardıcıl natural ədədlərə birinci baxaq. Ar yazıram, natural. Ar yəni ardıcıl da, natural ədəd. Deməli, onlar hansılardır? Onlar, deməli, bilir ki, natural ədəd n ilə işarə olunur. N plus 1, n plus 2, n plus 1. Birinci n-dən başlayırıq, sonra n plus 1, sonra n plus 2 və sair və ilaxır belə gedir. Yəni, bu olur ardıcıl natural ədədlər. Yəni, hərəsi bir-birindən bir vahid fərqi var. Anladıq? Yəni, bir vahid çoxdur. Belə başa düşək. Və bunlar olur ardıcıl. İkincisi və tam tərsi başa düşə bilərsiniz. Məsələn, bunlar bir-birindən bir vahid çoxdur. Bu birisi isə bu birisindən bir vahid azdır. Yəni, belə götürsək, plus 1 və bu da belə plus 1. Yəni, bir-birləri ilə bir vahid fərqləri varsa, bu olur ardıcıl və natural ədəd. Biz burada indi naturaldan danışırıq. Və enə də birdən müsbət sonsuzluq daxildir. Enə mənfi ilə 0 daxil ola bilməz. Çünki natural dedik. Bunu hər dəfə bacardıqca deyəcəm ki, yadınızda yaxşı qalsın. Sonra ardıcıl cüt ədədlər. Ardıcıl cüt ədədlər, bilir ki, cüt ədəd naturaldan yenə söhbət gedir və burada yenə biz n-lə başlayırıq. Əslində belə bir şey qoymamalıydım. Bir dəqiqə. N-lə başlayırıq və n plus 2, n plus 4. Yəni, bir-birləri ilə neçə vahid fərqləri olur? 2 vahid fərqləri olur. N plus 4 və s. gedir. Yəni, bunlar əslində davam edir, gedir. Hər dəfə 2 vahid cüt ədədlərdə gedir. Bunda isə 1 vahid gedir. Və hərəsində bir-birindən neçə vahid fərqi var? Müsbət 2, yəni 2 vahid. Bunun arasında da 2 vahid. Aydındır. Üçüncüsü isə ardıcıl tək ədədlər olmuş olur. Tək ədəd. Bunlar isə bir-birləri ilə elə deməli, bunlar da 2 vahid fərq olur. Deyərsiniz, bu da 2 vahid fərq oldu. Bu da 2 vahid fərq oldu. Və yaxşı, bunun fərqi nə? Bu da cüt, bu da tək. Elə bir şey ola bilməz axı. Düşünürsünüzsə yandırsınız. Burada baxın, ardıcıl cüt ədədlərdən söhbət gedir. Yəni, burada n-in birinci həddimiz, yəni bu n, birinci həddimiz cüt olmalıdır.
Cütsə ən kiçik cüt ədədimiz 2 götürək. 2. 2 plus 2 4. 2 plus 4 6. Gördünüz, ardıcıl elə 2 vahid 2 vahid cüt olaraq davam edəcək. Amma ardıcıl tək ədədlərdə isə en həddimiz nə olmalıdır? Tək ədəd olmalı, tək bir rəqəm olmalıdır. Məsələn, bir dənə tək rəqəm deyək. Məsələn, 1. 1-dən başlayaq. 1, bu da 2 vahid fərq var axı. 1 plus 2 3, 3 üstə gəl 4. Məsələn, yox, hədə. Buradan 3, bu yenə 3 oldu. Sonra da yenə 2 vahid gəldi 5. Başa gördünüz? Yəni hər dəfə 2 vahid 2 vahid belə gedir. Həmişə də tək rəqəm almış oluruq. Niyə? Çünki birinci rəqəmimiz təkdir. Birinci rəqəmimiz təkdirsə, elə davam edən o 2 vahid 2 vahid gedəndə elə tək olmuş olur. Və yaxud da birinci rəqəmimiz cüt rəqəmdirsə, elə ardıcıl gedəndə də elə cüt həmişə almış oluruq. Məncə bu da sizə aydın oldu. İndi keçdik bölünmə əlamətlərinə. Burada yazaq, burada bölünmə əlamətləri. Bunu çoxları bilir, bilmirsinizsə onsuz da indi burada deyəcəm. Bölünmə əlamətləri birincisi sonu 0 və ya cüt rəqəmlə bitirsə, bunlar 2-yə tam bölünür. Əgər 0 və ya cüt 0 və ya cüt, burada və yanı qoy yazın. 0 və ya cüt rəqəmlə bitirsə, bu zaman bu 2-yə tam bölünür. Tam bölünür. Demək, aydındır. Yəni, məsələn, 40 rəqəmi sonu 0-la bitib, deməli 2-yə tam bölünəcək. Və yaxud da cüt rəqəm deyək, 4 rəqəmi 2-yə tam bölünəcək. Və yaxud da cüt ədəd deyək, 44 ədədi 2-yə tam bölünəcək. Aydındır. Sonra keçirik ikincisi. R-nı qoyacağım. İkincisi, rəqəmlərin cəmi 3-ə bölünərsə, bu ədəd yəni 3-ə bölünür. Əgər rəqəmlərimizin cəmi, rəqəmlərin cəmi 3-ə bölünərsə, bu 3-ə bölünür. Bölünərsə 3-ə. Anladınız da, yəni bölünür. Üçüncüsü, məsələn, rəqəmlər cəmi 3-ə bölünür, bir dənə deyək. Nə deyək? Məsələn, 33. 3 üstə gəl 3. İndi 33 deyirik rəqəmlərin cəmi. Rəqəm 3-dür, 3-dür. 3 üstə gəl 3 neçə eləyir? 6 eləyir. 6 bölünür 3-ə. Bəli, bölünür neçə? 2. Deməli, bu yəni tam bölünür də, qalıq qalmır. Qalıq qalmırsa, deməli, bu rəqəm, bu da doğrusu ədəd 3-ə bölünür. Ona görə də rəqəmlərin cəmini hesablayıb 3-ə bölürsünüz, qalıq yoxdursa, o zaman bu ədəd 3-ə bölünmüş ədədlərdən sayılır. Belə. Üçüncüsü, son 2 rəqəmi 0, 0 olan, deməli, əgər 2 dənə sonda 0, 0 görürsünüzsə, bunu gördünüz. Yaxud son 2 rəqəmi, yəni son 2 rəqəm, belə deyək, çaşdım bax. Əgər son 2 rəqəmi 2 dənə 0-dırsa və yaxud da son 2 rəqəmi 4-ə bölünən ədəddirsə, onda bu 4-ə tam bölünür. Yəni, əgər 0, 0 və ya son 2 rəqəmi, yəni 2 rəqəm, burada sonu qeyd eləməliyəm. Və ya son 2, hər ikisinin də son 2 rəqəmi 4-ə bölünür. Daha bildiniz, 4-ə bölünürsə, bu ədəd 4-ə bölünür. Bu 4-ə bölünmə əlaməti. Daha uzun-uzun yazmayacağım. Sıxıldım. Sonu 0 yaxud 5 ilə qutarırsa, bu da 5-ə bölünür. 0, ən asanlıdır. 0 və ya 5 ilə qutarırsa, bu o zaman 5-ə nə edir? Bölünür. Səliqəmə pensiya düşür. Nəysə. 5-incisi. Həm 2-yə, həm də 3-ə bölünən ədədlər 6-ya tam bölünmüş olur. Eyni zaman həm 2-yə də bölünür, həm 3-ə də bölünürsə, bu 6-ya bölünmüş olur. Yəni bölünən. Neysə, 6-ya bölünmə əlamətdə, belə deyək də, 6-nın içində nə var? 2 ilə 3 var da, düzdür. Həm 2 var, həm 3 var. Yəni 6 2-yə də bölünür, 3-ə də bölünür. Yəni 2 vur 3-ün hasilindən yaranıb da 6. O zaman 6 bölünmə əlaməti belədir ki, həm 2-yə,
həm 2-yə bölünsün, həm 3-ə bölünsün. Yəni sonu cütlə qutarsa 2-yə bölünmüş olacaq. 3-dəki rəqəmlərin cəmi 3-ə bölünsə buna uyğun olacaq da, yəni 6-ya bölünmüş olacaq. Ona görə də ikisinin də o bölünmə əlamətlərini 6 özündə birləşdirmiş olur. Aydın, yəni qısaca belə yadda saxlayın da 6-nın ayrıca əlamətini əzbərləməyin. Amma qısaca biz belə deyirik ki, həm 2-yə, həm 3-ə bölünürsə, o zaman bu 6-ya bölünür. Sonra nə var idi orada, yadımdan çıxdı. Son 3 rəqəmi 0-dırsa, yaxud son 3 rəqəmli ədəd 8-ə bölünürsə, bu 8-ə tam bölünür. Deməli, əgər son 3 rəqəmimiz 0-dırsa, yəni 3 dənə 0-ımız varsa sonumuzda və yaxud, bunu dırnaqda göy yazıram, və yaxud son 3 rəqəmi 8-ə bölünürsə, bu ədəd 8-ə tam bölünür. Bu da məncə aydındır. Sonra nə var idi? Yazma salmağa çalışıram. Bir də 9-a bölünmə əlaməti var idi. Sonra hansı əlamət var idi? Ona bir də 12-yə bölünmə əlaməti də var idi. Deməli, əgər rəqəmlərin cəmi 9-a bölünürsə, bu 9-a bölünmüş olur. Biz niyə bu 9-a bölünmə əlaməti belədir? Baxın. 9-un içində var 3 vur 3 vardı, düzdür. 3-ün də bölünmə əlaməti rəqəmlərin cəmidir. Bu 3-ün də bölünmə əlaməti rəqəmlərin cəmidir. Ona belə çıxır ki, əgər biz rəqəmlərin cəmini toplasaq və bu 9-a bölünsə, yəni bu 3 vur 3-ə bölünsə, o zaman bu 9-a tam bölünmüş olmuş olur. Yəni qısaca yadda saxlayırıq ki, rəqəmlərin cəmi 9-a bölünürsə, bu ədəd 9-a bölünmüş olur. İnşallah başa düşdünüz. İndi davamını o biri şeydə yazacağım. İndi bu neçəncisinə keçdik? Yəqin 8-cisinə keçmiş olduq. Deməli 8-cisi ona bölünmə əlaməti. Sonu 0-dırsa bu ona bölünür. Söhbət qutardı. Sonra 9-uncusu 12-yə bölünmə əlaməti. Əgər 3-ə və 4-ə bölünürsə, bu ədəd 12-yə bölünmüş olur. Çünki 12-nin içərisində nə var? 3 və 4 var. 3 və 4-ə bölünürsə, bu 12-yə, həm 3-ə, həm 4-ə bölünmüş olursa ya. Həm 3-ə, həm də 4-ə bölünürsə, bu 12-yə bölünmüş olmuş olur. Bu da belə. Sonra, sonra nə qaldı? Qalıqsız və qalıqlı bölmə. Deməli, biz tutalım, bir A ədədidir. Onu biz bir B ədədinə bölürüksə, cavabda bir C olur. Və bu bizim ümumi, belə deyək də, strukturdur da, yəni A bölü B bərabərdir C. Yəni tutalım da, və yaxud da belə deyək də, 4 bölünsün 2 bərabərdir neçəyə? 2-yə. Yəni belə bir şeydir. İndi hər zaman da biz tam bölə bilmirik də, o da var. İndi bunu qoyaq kənara. A burada nəyi göstərir? A bölünən. Yəni biz bunu bölürük də, bunun parçalara ayırırıq, belə desək, bölünür. Bölünən. B isə bölən, A-nı götürür, bölür. Belə başa düşün. Bölən. Bu da ki, bu A-nı B böləndən sonra alınan bu cavabdır, yəni qismət. Belə. İndi hər dəfə belə halva olmur da, yəni böldük, aldıq qisməti. Araya bir yerdən bölməmək də olur, yəni araya bir dənə qalıq gəlir. Bu qalıqsız bölünəndə bu strukturdur. İndi bu aydın oldu. İndi keçək bu birisinə. Deməli A bölünsün, B bərabərdir C. Hələ bir dənə də R qalığımız olur. Bu R qalığımız da olur. Əslində R də yaza bilərəm, M də yaza bilərəm. Neysə də bir hər hansı bir rəqəm deyim. Mən R-dən qorxuram, R yazıram. A bölünsün B bərabərdir. Bir dənə də R qalığımız qalır. İndi tutalım bir dənə misal deyirəm. Məsələn 5 bölünsün 2 bərabərdir nəyə? 2 qalığımızda da 1 qalır. İndi hamı deyir, müəllim siz bu nətər bilirsiniz? Siz necə bilirsiniz qalıqda 1 qalır? İndi mən bunu nətər bildim? Qoy sizə göstərim. 5 böldü belə budaqlı bölməklə. Beynimdə sıra budaqlı bölmə.
Budaqlı bölməni necə bölür? 5-in içində 2 nə qədərdir? 5-in içində 2 nə qədərdir? 2 dənə də. 2 dənə 5-in içində 2 vardı. Yəni 2 vur 2 neçə eləyir? 4. 2 vur 2-yə qaldı 4. 5-dən 4 çıxanda 1. Ha bu qalan bu bir qalıqdır da. Bu 1-dir. Bu bir qalıq qalır. İndi anlayanlar nətər oldu bu indi? Bunu abratla sən tutalım bu 5-i bir nə bilim. Cavab bilmirik də bu 5-i böləcəyik 2-yə. Yəni 5-i verməyib, qalan hamısını verib. Yəni necə? Verib o belə bir şey. Belə bir şey verib və yazıb ki, bax belə. Və yaxşı, indi bunu nətər tapacaqsınız? Sualı gəlsə, nə edirik? Heç nə. Baxırıq. A bərabərdir. Nə edirsiniz? 2 vur 4. Elə bir buna belə eləyirik. Bax, 2-ni vururuq 2-yə. Bu böləni var ha. Böləni vururuq bu qismətə. Üzərinə də gəlir qalığı. Bu böləni, bax bu bölən. Bax bölən. Vurursunuz nəyə? Qismətə. Üzərinə də bir dənə qalıq. Gəldiniz, alırsınız 5 cavabdır. Bəli, A-mız 5-dir. Все, belə. Rahat, sadə misaldan biri. Bir dənə qayda var. Bu qaydanı belə beynimizə bir dənə hack edin. Çünki topluda buna dair suallar var. Deməli, qeyd kimin aparırsınız dəftərinizdə, qaralamavızda, nə harda ürəyiniz istəyir, beyninizdə, başınızda, hər yerinizdə. Deməli, qalıq böləndən kiçik olmalıdır. Bu qalıq böləndən kiçik olmalıdır. İndi bunu riyazi şəkildə yazsaq, qalığımız nədir? R. Bölən hansıdır? Bölən B-dir. B-dən kiçik olmalıdır. Yəni B böyük olmalıdır qalıqdan. Anladınız? Bu riyazi formadadır və və bərabərdir də götürmürsünüz yəni. Qalıq bölənə bərabər ola bilməz. Məntiqsizlik eləməyin, zəhmət olmasın. İndi gəlirik bu sevmədiyim bölmələrdən biri ədədin sadə vurğuları ayrılır. Sadə və mürəkkəb ədədlər və mürəkkəb. Sadə və mürəkkəb ədədlər nədir? Baxın, yalnız 1-ə və özünə bölünən ədədlərə sadə ədədlər deyilir. 1-ə və özünə bölünürsə, birinci, bu əslində təriflərdir. 1-ə və özünə bölündüsə, bu oldu, nə oldu? Sadə. Yox. 2-dən çox böləni varsa, 2-dən çox böləni varsa, bu oldu mürəkkəb. Məsələn, mürəkkəb bir ədəd deyək. Məsələn, deməli 10 ədədi olsun. 10 ədədi həm 1-ə bölünür, həm 2-ə bölünür, həm 5-ə bölünür, həm onun özünə də bölünür. Aydındır. Deməli, bunu da qeydə alın. Baxın, bir dənə burada bir dənə qeyd kimi Y2 yazıram ki, bir ədədi, bir rəqəmi nə sadədir, nə də mürəkkəbdir. Niyə? Axı necə ola bilər? Nə sadə olsun, nə mürəkkəb? Çünki uşaqlar, baxın, məntiqlə baxsa mürəkkəb onsuz ola bilməz. Çünki birin bir dənə bölünə biləcəyi elə bir dənə birdir. Amma sadə də ola bilməz. Niyə? Çünki biz deyik, sadə ədəd necədir? 1-ə və özünə bölünsün. Bunun elə özü də 1-dir, elə özü də 1-ə bölünür. Adam error verir. Yəni, nətər olur bu? Yəni, ona görə də bu nə sadə sayı, nə mürəkkəb sayı. Amma belə ciddiyə qalsaq, niyə elə olduğunu heç özüm də bilmirəm, heç bir müəllim də onu bilmir. Prosta elə qaydatda öyrənin gözünüz üçün. Öyrənin də. Amma mənim kimi dediyim kimi yadda saxlayın elə. Nəyə görə elə deyil. Elə ən yaxşısıdır. Yəni, çox başımızı işlətmirik. İndi gəldik bu ədədin sadə vurğuları ayrılışı. Ədədin sadə vurğuları ayrılışı. Mən bunları izah edəndən sonra siz var toplumun konkret yazacaqsınız. Toplumun izahlarını da atacağım. Deməli, ədədin sadə vurğuları ayrılır. Deməli, 24 ədədini götürək. 24 ədədin sadə vurğuları ayıraq. Məsələn,
24 belə eləyirsiniz. Bax bu 24. Sadə vurğu ayırıq. Bir dəfə 2-yə böldük. Qaldı 12. Sonra 12-yi bir dənə də 2-yə böldük. Qaldı 6. 6-nı 2-yə böldük. Qaldı 3. 3-ü 3-ə böldük. Qaldı 1. Sadə ədədi bildiniz. 2 sadədir, 3 sadətdə. Başa düşdünüz? Elə sadə ədədlərə də bölürük. Aydındır. Əla. Axırda qalır 1. İndi gəlir oradan sual verir. Sadə vuruqların sayı. Məsələn, belə ədədi sadə vuruq ayrılışından sonra indi oradan 3 dənə sual yaranır. Birinci sualımız hansıdır? Deyir ki, bəs ay qız, sadə vuruqların sayı nədir? Yəni neçə dənə sadə vuruq sayı var? Vuruq sayı. Sadə vuruq sayı sən oturub sayırsan. Deməli, 2-yə 2, bir dənə 2'miz oldu. Bir dənə də 2, 3 və 4. 4 dənə. Bunlar sayırsınız. Sadə vuruqların sayı sonra bunu sayırsınız. Sonra deyir ki, bəs yaxşı ay qız, müxtəlif sadə vuruqların sayı nə oldu? Və neçə dənə müxtəliflər? Sadə vuruq sayı. Yaxşı, müxtəlif sadə vuruqların sayı nə qədərdir? Sən də deyirsən ki, müxtəlif deyirsənsə, deməli bir dənə burada bir dənə 2'miz götürək. Bunlar 2-dən təkrar olunur. Çünki burada bir dənə var. Bir dənə 3. Yəni sadə və müxtəlif olanlar 2 dənə də aydın məsələdir. Niyə? Üçüncüsü. Sadə bölənlərin sayı nə qədərdir? Deməli, sadə bölənlərin sayı o da 2 dənədir. Niyə? Çünki sadə bölənlərin sayından bir dənə 2 ilə üstündən istifadə edirdim. O da oldu 2 dənə. Ədədin müxtəlif sadə vuruqları və sadə bölənlərin sayı eynidir. Ədədin müxtəlif sadə vuruqları ilə sadə bölənlərin sayı eynidir. Bayaq da dedik. Yəni müxtəlifdir də, başa düşdünüz? Dairə dedikdə. Dedik bunda. Qarşılıqlı sadə ədədlər nədir? Məsələn, 12 ilə 25 ədəd götürək. 12 və 25 ədəd. Bunlar qarşılıqlı sadədir. Deyirsiniz, haradan bilsəm bu qarşılıqlı sadədir. Deyinirəm 12. 12'ni sadə vuruqlara ayırıram. 2, 6, 2, 3, 3 və sonunda qaldı 1. 25'i sadə vuruqlara ayırıram. 5, 5, 5'ə böldük. 1. İndi sən göstər görüm bunlarla, bununla, bu sadə vuruqları ilə. Bu sadə vuruqlar arasında bir bağlılıq var. Yəni eyni rəqəmdən istifadə olunub. Xeyr, no. İstifadə olunmayıb. O zaman bunlar olur qarşılıqlı sadə. Əgər bu belə deyək də ortaq sadə vuruğu yoxdursa, yəni bu vuruqlarda, bu isə vuruqdur. Baxın, bu isə vuruqdur. Ortaq sadə vuruğu yoxdursa, o zaman bu olur qarşılıqlı sadədir. Vəsə, anladınız? İndi qeyd kimi 2 dənə cümlə deyirəm. Qeyd edin bunu. Haravza eləyirsə eləyin. Deməli, 2 ardıcıl, yazın bunu. 2 ardıcıl natural ədəd qarşılıqlı sadədir. Sadədir. İkincisi, 2 ardıcıl tək ədəddə qarşılıqlı sadədir. 2 ardıcıl tək ədəd qarşılıqlı sadədir. İndi bu hissələrdə aydın oldu hər kəsə. Anlamadığınız inanmıram nəsə qalsın. Hamısını anlamışsınız, mən bilirəm. İndi keçək bu ən böyük, ən kiçik bu əbab əkoba. Deməli, birinci əbabdan götür. Əbabın açılışı ən böyük ortaq bölünən ədəddə, yəni əbabda ən böyük ortaq bölünən ədəd deyilir. Deməli, əbabı mən belə izah eləyək də. A və B ədədidir, götürmüşük. Və A və B-dən əgər A böyükdürsə B
B'den. O zaman buradan B çıxacaq. EBOB kimi. Əksinə isə o zaman A çıxacaq. Anlaşıldı. Yəni bu birinci qaydamız. Bunu yadınızda saxlayın. İkincisi isə EBOB-u necə tapırıq? EBOB-u necə tapırıq? EBOB 24 60 da doğrusu 60 çox olmaz. 24 30 rəqəmi götürək və bunu EBOB kimi şəklində yazaq. 24 2 12 2 12 idi bu. 6 2 3 3 1. İndi 30-da bölək. 30 3 10 2 5 5 1. Deməli, indi burada ortaq nədir? 2-dir. Bir də 3-dür. Burada da yazılır 2 vurulsun 3. İşte bu oldu EBOB-u. Ders ay müəllim, buradasın ne yazdı? Bu bilirsiniz necə? Bu qayda var ya, birinci yazdığım. Bunu siz o topluda, yəni bilirsiniz necə? Belə çox belə redk istifadə olunur da, yəni bu qaydadan. Amma topluda sizə göstərəcəm bu tipli sualları. O izah eləyəndə buna bir də qaydacıq. Bu birinci yazdığım qayda bir də qaydacıq. Amma hələliyinə bunu hələ bilə, yəni bizi azı saxlayın da. Heç yazmayaydım. Amma sonra da bunu sizə ətraflı izah eləyəcəm. Yaxşı, EBOB aydın oldu da. Amma mən EBOB-u belə yazmıram uşaqlar. Mən EBOB-u heç belə yazmıram. Mən EBOB belə yazıram. 24 30 ortaq hansı ədəd bölünür? 6 bölünür də. Baxın, 6 da 24-ə bölünür. 6 24-ə bölünür, neçə qalır? Neçə qalır uşaqlar? 4 qalır. 6 30-a bölünəndə neçə qalır? 5 qalır. 4 ilə 5 qarşılıqlı sadədir. 4 5 qarşılıqlı sadədirsə o 1 rəqəmi verir də. Yəni belə deyək. Belə deyək də, belə EBOB-u necə tapıram? Deməli 24 30 rəqəm verilib. İndi bayaqçı qaydanı göstərim, indiki qaydanı göstərim. 24 30-a ortaq hansı ədəd bölünür? 6 bölünür də. 6-nı deməli, yəni şifahi tapıram. 6-nı 24-ə bölən neçə eləyir? 4. 30-u 6-ya bölən neçə eləyir? 5. 4 ilə 5 qarşılıqlı sadədirsə, o zaman bu 1 olur. 1-i 6-nın da qarşı sadədirsə bizə 1 verir. Yəni ortağı, yəni 4 ilə 5-in də ortaq bölünənin elə 1-dir də. O zaman 6-nı da vururuq 1-ə, cavab eləyir 6. Bu daha sadə mənə gəlir. EBOB-un indikəsi EBOB-a. EBOB. Ən kiçik ortaq bölünən. EBOB-da isə uşaqlar, baxın, elə 24 30 götürəcəm. EBOB da elə eyni şeydir, EBOB. Sadəcə burada fərqli nədir? EBOB-da eyni şəkildə yazdınız. Nəzərəm 24 ilə 30-dur. 24 30 eyni şəkildə yazdınız. Şimdi bu qaydasını da izah eləyirəm, öz qaydamdan da izah eləyirəm. Təbii ki, öz qaydamı daha çox bəyənirəm. 2 12 2 6 2 3 3 1 30-da 2 15 2 10 3 5 5 1. Aydındır. Şimdi ortakları götürürük. 2 və 3-də. 2 vurulsun 3. Hələ vurulsun 30 da yazacaq. Bu da bizə verir neçə? Yox, belə deyil. Burada necədir? EBOB isə necədir uşaqlar? Ədədlərdən biri götürülür. Məsələn 30 götürüldü. Birini sadə ruhlar ayırır. Sonra ədədlərdən birini götürürdüm. Tam 30 götürdüm. 30-da olanlar hansılardır? 2, 5, 3'dür. Burada 2 var. Bu 2'nin 1, 2 var. Bir dənə 2 vardı. Bir dənə 2'ni burada sildik. 3 var. Bir dənə 3'ü sildik. 5 var, yoxdur. Nə qaldı burada? 2 qaldı. 2 dənə 2'miz qaldı. 2 dənə 2'ni belə yazırıq. Cavab da eləyəcək 120.
Eçobu da budur. Amma mən eçobu da belə yazmıram. Mən eçobu belə yazmıram. Mən daha rahat üsulunu belə deyək də özüm üçün bilirəm. Yəni bunu silək. Aha. Silək bunları. Demək. İndi ruçkamızı təzən götürək, yazaq. Demək, mən eçobu, bu qaldı ki, Hı. 24-lə 30 dedikdə, indi mən necə onu yazıram? Yenə ortaq hansıdır? Bunlara 6-dır da. 6-nı çıxardanda 4 və 5 qalır, düzdür? Bu 4 ilə 5-i 6, indi bu nə idi? 6-nı vırırıq, 4 vırırıq 5-ə. Vəsə. Yəni mötərizələrin hamısını bir-birinə vırırıq. Bu çıxartdıq ha, bu o elə bil belə deyək də, hər ikisinə ortaq vuruğu çıxardırıq, mötərizə xaricini yazırıq. Sonra EBOB-da bunların qarşılığı sadə ədəd olduğu üçün 1 yazırdıq, amma EÇOB-da isə bunları bir-birinə vururıq. Vurırıq, qarşılığı sadə ədəd olana kimin sadələşdiririk EÇOB-da. Sonra qarşılığı sadə olan ədədləri də həmin o ortaq çıxartdığımız ədədə vururuq. Yəni 6 vurulsun 4 vurulsun 5, o da bizə verəcək təzədən 120 ədədini. İndi nə qaldı bizə? EBOB-u, EÇOB-u dedik və bəzi EBOB-la EÇOB-la bağlı bəzi düsturları deyəcəm. Sonra da bir də qaldı ortaq olmayan vuruqların hasili. Ortaq olmayan vuruqların hasili, onu da deyək. Onu da uşaqlar elə 24 30 da şeydə elə ondan deyəcəm. Məsələn, deyir S-dir, ortaq olmayan vuruqların hasili. S ədədi ilə işarə olunur, bilmirdinizsə deyək. 24 ilə 30-u götürdük. Mən elə yapışmışam bu ikisindən. Demək, təzədən bunları ayırırsınız. Uşaqlar, amma burada ucu ayırmalısınız. Ayırmasınız, amma yox, ayırmalısınız. Yox, ayırın. Ayırırıq. 2, 12, 2, 6, 2, 3, 3, 1. Mən 10 dəfə bundan bəlkə də ayırmışam. 2, 15, 5, 3, 3, 1. İndi S nədir? Ortaq olmayan vuruqların hasili. Ortaq olmayan burada hansılardır? 5'dir. Bu 3'dən var burada. Bir dənə 2'mizdən var. Nədən yoxdur? Bu 2'dən 2'dən yoxdur. Bir dənə də 5'dən yoxdur da. Onda yazırıq 2 vur 2 vur 5. O da bizə neçə verəcək? 20. Demək, ortaq olmayan 20'dir. Məncə anladınız. Bu da belə. Yes-ə bastıq. İndi EBOB-la EÇOB-la bağlı bəzi düsturlarımız var. Amma o düsturları hamısını deyəcəm. EBOB-la EÇOB-la bağlı bəzi düsturlardan birincisi ardıcıl iki cüt ədədin EBOB-u ardıcıl 2 cüt ədədin EBOB-u 2'ye bərabərdir. Bərabərdir deməkdir. İkincisi EBOB K vurulsun A, KB. Bayaq elə izah elədiyim bu. K-nı ortaq çıxartdıq, qaldı A ilə B və A ilə B də qarşılıqlı sadədir olduğu üçün elə burada əslində cavabda elə K-nı almış oluruq da onu yazmıram. EÇOB-u da AB artıq qarşılıqlı sadə ədəddir və burada artıq 1 verəcək.
Bir verəndən sonra cavabda elə K alarıq. Da onu yazmam, yəni belə də saxlayırlar. Əkobunu da, yəni düstur olaraq belə saxlayırlar da, hələ ki. Amma siz hesablayırsınız. Ne yazır? K, KB, K yeni AB'ni çıxardırıq. Yəni bu formaya gətirəndən sonra baxırsınız, qarşı sadətsə, əbobdursa o zaman burada 1 yazırsınız. Bunu deməli 1 yazırsınız, K-nı vurursunuz, 1-ə cavab verir K. Yox, əkobdursa o zaman yazırsınız ki, bu qarşılıqlı sadət, qarşılıqlı sadət isə K vurulsun, A vurulsun, B şəklində yazırsınız. Üçüncüsü deməli əbob AB vur Əkop AB bərabərdir A vur B. Bu qaydadır. Üçüncüsü Əkop üçüncüsünü yazmışım. 4. Əkop AB böl əbob AB bərabərdir S'yə. Əkop bölünsün əbob S bizə verir. Beşincisi, yəni ortaq olmayan vurğuların hasilini verir. Ortaq olmayan. Sonra beşincisi əbobun bir düsturu da var. Əbob. Bunlar çox qarşınıza çıxacaq topluda. Əbob AB nöqtəli vergüldür. AB bərabərdir. Kök altında AB böl S'yə. Əbobunu belə də tapa bilərsiniz. Burada AB bu mötərizənin içindəkidir. S də isə sadə vurğuların, ortaq olmayan sadə vurğuların hasilidir. Burada da həmçinin var. Ortaq olmayan sadə vurğuların hasilidir. Altıncısı Əkop AB. Bu da topluda istifadə olunur. Çox özdə istifadə olunur. AB S. Bu başa düşdünüzdə. Sonra davamı var. 7-ci. 9 dənə qaydamız var. 7. A və B qarşılıqlı sadə ədəddirsə, o 1-dir. Mən sizə bunu demişəm. Baxın, əbob. Bunu da yazın, ayrıca yazın. Əbob AB. Əgər A və B qarşılıqlı sadədirsə, o zaman bunun əbobu 1, qarşılıqlı sadət deyirəm. Əkobu isə A vurulsun B edəcək. 8-incisi deməli əbob. Yazaq bura əbob. Necə idi? Belə idi də, hə. Və S bölünsün D. 1 bölünsün BD. Vur əbob AD və demək BS. Bu da bir düsturudur. Bəlkə haradasa istifadə elədiniz, amma mən heç vaxt istifadə eləməmişəm. Prosta yazıram da indi. İstəsiniz bu düsturuna və indi yazacağım düsturu öyrənin, istəsiniz öyrənməyin, amma mən hələ ki onu istifadə eləməmişəm. Amma öyrənin. Yenə də öyrənin. Baxmayın, bəlkə lazım oldu haradasa. Əkob A bölünsün B. Sonra S bölünsün D. Bərabərdir. 1 bölünsün BD. Vurulsun. Əkob AD BS. Bu da belə. Məncə anladınız. Yəni bu da düsturlardır. Rahat düsturlardır, yaxşı düsturlardır.
lazımlı düsturlardı. Bir dənə bu 8-nə 9 çıxsa lazımlı düsturlardı qalanları. İndi bəzi əlavələrimiz də var. İndi onları da bir deyək. Bəzi əlavələrimiz hansılardır? Məsələn, verir bizə A ədədini və A, bunu çox görmüsünüz və inanıram ki, bu hamımızın qarşısına çıxan bir şeydir. A üzəri M vur B üzəri M vur C üzəri K. Deyir ki, A natural bölənlərin sayı. A natural bölənlərin sayı nədir? Hərənin üzərinə, deməli, qüvvətlərin üzərinə 1 gəlib, 1 vahid, yəni artırıb, qüvvətlərin üzərinə 1 vahid artırıb bir-birinə vurmaqdır. Bu. Sonra tam bölənlərin sayını istəsə, bundan tam bölənlərin sayı istəsə, o zaman bunu 2-yə vurursunuz. Hələ bir də 2-yə vurmalısınız. Yəni, bu nədir? Bu, A-nın bölənlərinin sayıdır. Bu, bölən sayı. Sizdən tam bölən sayı istəsə, tam bölən sayı istəsə, bu qüvvətlərin üzərində 1 gəlib 2-yə vurmalısınız. Yəni, 2 vurulsun, n plus 1, n plus 1, k plus 1. Yəni, bunun arasında 2 dəfə fərqi var. Bu da belə. Sonra A-dan kiçik A ilə qarşı sadə olan ədədlərin deməli, ixtisar olunmayan, yəni A və ya A olan ixtisar olunmayan şeylərdən düzgün kəsirlərin sayı. Bizim deyir ki, ixtisar olmayan düzgün kəsirlərin sayını tapın. Sual elə çoxdur. Nə edirsiniz? A-nı vurursunuz. Deməli, 1 çıxılsın, 1 bölünsün A. Vurursunuz. 1 çıxılsın, 1 bölünsün B. Vurursunuz. 1 çıx, 1 bölünsün C. Bu da belə. Yəni, bunlar dairində sual olacaq. Yəni, bundan artıq heç bir sual sizə inanmıram düşsün. Yəni, bunlar bir dənə öyrənsəz bəsdir. Natural ədədlərdən bu qədər. Deməli, bir də bunu da deyim ki, A-nın tam bölənlərinin cəmi 0. A-nın tam bölənlərinin cəmi 0. Yəni, bunu yadda saxlayın. Belə deyək də, ümumiyyətlə də həmişə A-nın tam bölənlərinin sayı 0-dır. Bunu da dedik və yekunlaşdıraq. Deməli, mövzumuz bu qədər natural ədədlər barəsində. Kimin nə sualı olsa, kimə nəsə aydın olmasa, deməli, mənimlə əlaqə saxlaya bilər. 077 352 12 38. Bu nömrə ilə əlaqə saxlaya bilər. Mən yenidən, yəni izah verərəm. Yəni, atar mənə deyək ki, məsələn, bu hissəni başa düşmədim, izah verə bilərəm. Sağ olun, hələlik.